Təşəkkür edirəm, hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri. Hörmətli xanım sədr, mən İnzibati Xətalar Məcəlləsində təklif olunan 388 prim 3 maddəsi ilə bağlı bir təklif irəli sürmək istəyirəm. Burada söhbət hörmətli Kamal müəllim dediyi kimi süni intellekt texnologiyasını istifadə edilməklə hazırlanan materialları bilə-bilə yayılmasına görə, nişanlanma olmadan bilə-bilə yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Və bu məsuliyyət təxminən 80 manatı 150 manata qədər cərimə sanksiyası ilə deməli müəyyən edilir. Hörmətli xanım sədr, bilirsiniz ki, əvvəlki məsələləri də, yəni Cinayət Məcəlləsində təklif olunan, bundan əvvəl müzakirə etdiyimiz məsələni də eyni zamanda 388 prim 3-cü maddəni də biz ətraflı müzakirə etdik və sizin dəstəyinizlə keçirilən komitələrarası birgə icrasda müvafiq mütəxəssislərin iştirakı ilə bu məsələ müzakirə edildi və yer gəlmişkən belə bir faydalı müzakirə təşkil edildiyinə görə sizə də təşəkkürümü bildirmək istəyirəm. Məsələ burasındadır ki, bu yeni maddə əlbəttə ki, süni intellekt texnologiyasının genişlənməsinə, tətbiqinə hər hansı bir formada maneçilik törətmir. Sadəcə olaraq belə bir müddianın gətirilməsi ilə biz şəffaflığı artırırıq. Eyni zamanda vətəndaşlara bərbaşdan imkan yaradırıq ki, onlar öncədən onlara təqdim olunan kontentin süni intellekt vasitəsilə hazırlanmasını bilsinlər. Yəni, bunun reallığı əks etdirmədiyini öncədən bilsinlər. Və yer gəlmişə onu deyim ki, bu maddənin dispozisiyası digər ölkələrlə müqayisədə daha yumuşaqdır. Yəni, cərimə sanksiyaları nisbətən daha azdır. Həm də nəzərə almaq lazımdır ki, burada həm də əvvəlki qanunvericilikdən fərqli olaraq xüsusi proqram xüsusi proqram tətbiq etməklə hazırlanan məhsullara bu məhdudiyyət yaxud da bu inzibati məsuliyyət müəyyənləşdirilmir. Bu da hesab edirəm ki, ona görə belə formada hazırlanıb ki, insanlar maariflənsinlər, müəyyən çəkinici xarakter daşısın və öncədən bunu bilə-bilə ki, bu süni intellekt vasitəsilə hazırlanıbdır, onu mütləq nişanlanmadan paylaşmasınlar. Bu məsələnin müsbət tərəfi təbii ki, mən səs verəcəm. Amma mənə belə gəlir ki, hörmətli xanım sədr, burada digər məqam nəzərdən qaçıbdır. Ona görə nəzərdən qaçıbdır ki, biz burada yalnız bu materialları bilə-bilə yayanları inzibati məsuliyyətə cəlb edir. Amma bu məhsulları hazırlayıb yayanları biz məsuliyyətə cəlb etmirik. Çünki bilirsiniz ki, bu məhsul olmalıdır, mövcud olmalıdır ki, kimsə bunu yaysın. Düzdür, biz müzakirə zamanı belə bir fikir oldu ki, bəlkə kimsə onu özünün istifadəsi üçün hazırlayırsa, buna niyə məsuliyyət biz qoymalıyıq? Bəli, burada da həqiqət var. Ona görə də mənim təklifim ondan ibarətdir ki, bunu hazırlayan və yayana ayrıca bir inzibati məsuliyyət müəyyənləşdirir. Yəni, onun üzərində məsuliyyət qoyulsun ki, bu məhsulu hazırlayan zaman sən mütləq bunu, bu süni intellekt texnologiyalarını istifadə edilməklə hazırlanıb nişanını qoyulsun. Bu baxımdan da mənə belə gəlir ki, biz bu fərqi qoymalıyıq, həm də burada bir balans yaransın. Və mən sizə deyim ki, indi bilirsiniz də süni texnologiyalar kifayət qədər inkişaf edibdir, yüzlərlə, minlərlə belə imkanlar var ki, gündə yüzlərlə belə bir yeni məhsullar hazırlanır və hətta bəzən fiziki şəxslər də yanaşı, hüquqi şəxslər də, şirkətlər də öz məhsullarını hazırlayırlar və paylaşırlar və orada hər hansı bir necədən nişanlama qoymurlar. Ona görə də mən təklif edirəm ki, həm də bilirsiniz ki, bu, indi burada hörmətli Kamal müəllim də qeyd etdi, bir çox qanunvericilikdə və Avropa İttifaqının süni intellektlə bağlı qəbul etdiyi aktın 25-ci maddəsinin 2-ci, 4-cü yarımbəndində də məhz bu cür texnologiya istifadə edilməklə hazırlanan məhsullara da belə bir nişanlama deməli öhdəlik qoyulubdur. Ona görə də mən düşünürəm ki, biz bu deməli mövcud maddəyə əlavə bir cümlə əlavə etməliyik. Və cümlə belə təxminən səslənir. Bu cür materialları müvafiq nişanlama olmadan hazırlayan və yayan fiziki şəxslərə 150 manatdan 300 manata dək, hüquqi şəxslərə 500 manatdan 1000 manata dək cərimə sanksiyası nəzərdə tutulur. Mən prinsip etibarilə cərimələrin belə daha ağırlaşmasına tərəfdar deyiləm, amma ona görə təklif edirəm ki, bu bir növ həm müəyyən şəffaflığı artıracaq, etik qaydalara əməl etməklə bağlı qanunvericiliyi təkmilləşdirəcək, həm də bilirsiniz də, belə bir məsələdir ki, bu bir mədəniyyətdir. Yəni, bu nişanlama bir mədəniyyət halına gəlməlidir ki, hamı buna əməl etsin. Təşəkkür edirəm, xanım sədr.